Salamlar, vaxtınız xeyir olsun. Azad Region TV izləyiciləri, bildirim ki, bu günləri 2 avqust tarixində Beyləqan rayonundan Yeni Təkoğlu Şəhid Monik qardaşımızın atası Həbib kişi bu günləri Alxanlı kəndinə təklif buyurub. Bu günlər Alxan kəndində şəhidlər abidəsini ziyarət edir. Evin hər iki şəhidi Yasin Əhmədov, Yusuf Əhmədovun əsasında şəhidin şəklini gördü, ağsaqqal söylədi və onu da qeyd edim ki, ağsaqqal. Biri, Yasin qardaşımız müharibənin demək olar ki, təbii dövründə könüllü olaraq mülkü bir vətəndaş Qarabağda şəhidlərimizin gələn bir dövründə, qazilərimizin gələn bir dövründə öz şəxsi avtomobilini hərbi xidmətə hədiyyə edib və çox təəssüflər olsun ki, Bədran qonşularımızın, ərazilərimizin minalanmasının terrorunun qurbanı olubdur. Yəni erməni terrorunun qurbanı olub. Yusuf qardaşımızdakı həm aprel döyüşləri zamanı, həm 2-ci Qarabağ dövründə demək olar ki, öz şücaətini göstərib. Antiterror zamanı qəhrəmancasına şəhid oldu. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid oldu. Sizin övladınız kimi, sizin sayənizdə, sizin övladlarınızın sayəsində bu günlər biz azad nəfəs aldıq və biz sizə borcluyuq. Sizin qarşınızda baş əyirik. Bütün şəhid analarını, bütün şəhid atalarını, şəhid övladlarının qarşısında baş əyirik. Sunay qardaş, sən də hər zaman şəhid ailələrinin, qazilərimizin yanındasan və qazi qardaşlarımızı mən bu günləri görürəm. Allah sizin canınızı sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və bizim borcumuz sizləri ziyarət etmək, sizlərin yanında olmaqdır. Əlimizdən gələn budur. Sizin övladlarınız etdiyini etdi və siz hər zaman başınızı uca tutun. Sizin övladlarınız cənnətdədir. Quran-ı Kərimdə buyurur ki, şəhidlər heç zaman ölmür. Onlar əbədidir və onlar bizim qəlbimizdədir. Allah sizə ömür versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.